Salam əziz beşincilər, bugünkü dərsimiz əzmkar alpinist mətnidir. Bəzən insan çətin məqsədə çatmaq üçün bütün iradə və əzmini səfərbər edir. Lakin yenə də uğur əldə edə bilmir. Belə insanlarla qarşılaşsanız, onlara nə deyərdiniz? Baxaq görək bizim qəhrəmanımız özü özünə hansı tövsiyələri verib, özü ilə necə mübarizə aparıbdır. Əzmkar alpinist. Yeni Zelandiyada doğulmuş Edmund Hillary uşaq yaşlarından alpinizmə həvəs göstərirdi. Onun ən böyük arzusu dünyanın ən uca zirvəsi olan Everesti fəth etmək idi. Nəhayət 1952-ci ildə o buna cəhd etdi. Lakin cəhdi uğursuzluqla nəticələndi. Bu cəhddən bir neçə həftə sonra Hillary İngiltərə məktəblərindən birinə şagirdlərlə görüşə dəvət olunmuşdu. Bu görüş zamanı Hillary şagirdlərə demişdi: "Mənə qalib gəldiyi üçün Everest gözümdə böyüdü. Amma o da bir şeyi yaxşı yadında saxlamalıdır. İndi içimdəki əzm daha da artdı. Heç bir məğlubiyyət məni hədəfimdən yayındıra bilməz." Sonra əzmkar alpinist Everest dağının məktəb divarından asılmış şəklinə baxaraq ona meydan oxumuşdu. "Ey Everest, mənə ilk cəhdimdə qalib gəldin, amma səninlə mübarizəm bitməyib. Gözlə məni, yenə gələcəm və bu dəfə sən ayaqlarımın altında olacaqsan." Bu çıxışından bir il sonra 1953-cü il mayın 29-u saat 11:15-də Edmund Hillary indiyə kimi zirvəsini heç kimin görmədiyi Everestin ən uca nöqtəsində dayanmışdı. Gəlin tapşırıqlarımıza baxaq. Birinci tapşırığımız. Sizcə Everesti fəth etmək Edmund Hillary üçün belə vacib idi? Bəli, çünki bu onun uşaqlıq arzusu idi. Yeni zirvələri fəth etmək ifadəsinin məcazi mənasını izah edin. Sizin qarşınızda yeni zirvələr varmı? Onları necə fəth etməyi düşünürsünüz? Bu o deməkdir ki, yəni qarşımda böyük uğurlar məni gözləyir və onları fəth etmək üçün mən də Edmund Hillary kimi əzmkar olmalıyam, mübarizə aparmalıyam. Digər tapşırığımız, alpinizm idman növü, onun çətinlikləri və təhlükələri haqqında bildiklərimizi danışaq. Hava şəraiti böyük çətinlik yarada bilər, çünki dağlarda hava kəskin dəyişə bilər. Qar, fırtına baş verə bilər. Qar yağışı və fırtına ilə üzbəüz gələ bilər alpinistlər. Fiziki çətinliklər isə onlar mütləq dözümlü insanlar olmalıdır. Çünki onlar aylarla bu işlə məşğul olurlar və onların gücü çatmalıdır. Növbəti, təhlükəli heyvanlar. Uşaqlar, təhlükəli heyvanlar dağlarda da var. Ən hündür dağlarda belə. Yadınızdadırmı? Azərbaycanlı bir alpinist dağda ayı ilə qarşılaşdığını deyirdi. Yəni, ən qorxulu anlardan biri ola bilər təhlükəli heyvanlarla. Psixoloji çətinliklər isə alpinistlər uzun müddət öz ailələrindən kənarda dağlarda olurlar və onlar mənəvi çətinliklər qarşısında qalırlar. Növbəti tapşırığımız, uşaqlar, sizə Everest 2015 və Meru 2015 filmlərini təqdim edirəm. Bu filmlər, yəni 2015-ci ildə çəkilib. Çalışın bu filmlərə baxın və alpinistlər haqqında məlumatlarınız, bilgiləriniz çoxalsın. Everest filmi, bu film 1996-cı ildə dağda baş verən real hadisələrə əsaslanır. Film alpinistlərin qarşılaşdığı çətinliklər və təhlükələri çox real şəkildə göstərir. Meru filmində isə bu sənədli film 3 alpinistin Hindistanın Meru zirvəsinə dırmanma cəhdini təsvir edir. Bu filmə də baxmağınızı tövsiyə edirəm. Növbəti tapşırığımız isə uşaqlar dinləmə mətnidir. Zirvələr və onların fəthi. Diqqətlə mətnimizi dinləyək və tapşırıqlarımızı yerinə yetirəcəyik. Hündür zirvələr içərisində Everest xüsusi yer tutur. Bu zirvə dünyanın ən hündür sıra dağları sayılan Himalay dağlarında yerləşir. Hündürlüyü 8848 metrdir.
Zirvənin daha qədim adı Cumolungmadır. Zirvə Çinlə Nepal sərhədində yerləşir. Son 20 il müddətində Everestə çıxanların sayı təqribən 10 dəfə artıb. Təkcə 2019-cu ildə 876 alpinist Everesti fəth edib. 2015-ci ildə Himalay dağ silsiləsində baş verən güclü zəlzələdən sonra Everestdə dəyişiklik olub. Alimlərin hesablamalarına görə zirvə 1 metrə qədər yüksəlib. Yer üzündə hündürlüyü 8000 metrdən çox olan 14 zirvə mövcuddur. Onların hamısı Asiyada Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin fəth edilməsi üçün müxtəlif cəhdlər olub. Amma bu cəhdlərin heç də hamısı uğurla nəticələnməyib. 14 zirvənin hamısını fəth edən birinci şəxs Raymond Messner olub. Məlumdur ki, yüksəklik artdıqca havada oksigenin miqdarı azalır. Buna görə də alpinistlər oksigen balonundan istifadə edirlər. Messner isə bu zirvələri oksigen balonundan istifadə etmədən fəth edib. Ondan bir il sonra 1987-ci ildə Polyak Kukuçkada həmin zirvələri fəth edən ikinci şəxs oldu. Kukuçka bu işi 8 il ərzində görüb. 1995-ci ildə İsveçrəli Laretan da oksigen balonundan istifadə etmədən Messnerin rekordunu təzələdi. Nepallı Tashi 1998-2011-ci illər ərzində 8000-lik zirvələri ən çox fəth etmiş alpinist kimi tarixə düşdü. O bu işin öhdəsindən 30 dəfə gəlib. Hələ bundan sonra da ən hündür zirvələrə qalxmağa cəhd edən, bu rekordları təzələyən yüzlərlə alpinistlər yetişəcək. İndi isə tapşırıqlarımıza diqqət edək, suallarımızı cavablandıraq. Yer üzündə hündürlüyü 8000 metrdən çox olan neçə zirvə var? Təbii ki, 14 zirvə mövcuddur. Bu zirvələrin hamısını fəth edənlər barədə nə danışa bilərik? Onların arasında Messner, Kukuçka, Tashi var idi. Alpinistlər oksigen balonundan nə məqsədlə istifadə edirdilər? Çünki yüksəkliyə qalxdıqca oksigen azalırdı. Ona görə də həmin balondan istifadə edirdilər. Everest zirvəsi harada yerləşir? Çin və Nepal sərhədində yerləşir, Himalay dağlarında. Everestdə hansı dəyişiklik müşahidə olunmuşdu? Zəlzələdən sonra zirvənin hündürlüyü 1 metrə qədər yüksəlmişdi. Everesti fəth edənlər haqqında başqa nə danışa bilərik? Uşaqlar, 2019-cu ildə bu rəqəmin sayı, Everesti fəth edənlərin sayı getdikcə çoxaldı. Sağ olun, gələn dərslərimizə qədər.